Bəzən qorunma qaydalarına əməl etsək belə virus infeksiyalarına yoluxmaqdan qaça bilmirik. Bu zaman nə etmək lazımdır? Çalışmaq lazımdır ki, evdə özbaşına dərmanlar müalicəsinə başlamayaq. Belə ki, özbaşına başladığımız müalicələr nəticəsində həmin dərmanlara qarşı rezistentlik yaranır və həkimə müraciət etdiyimiz zaman biz artıq seçimlərimiz çox azalmış olur. Ona görə hər birimizə tövsiyə edərdim ki, əgər ağırlaşmalar müşahidə olunursa və həmin vəziyyətlərimiz, həmin şikayətləriniz uzun müddətdir davam edirsə, artıq həkimə müraciət etmək lazımdır. Özbaşına müalicəni qəti tövsiyə etmirəm. Çünki hər istifadə etdiyiniz dərman bizim artıq sonradan sizə təyin edəcəyimiz müalicədə bizim əlimizdən bir növün alınmış olur. Artıq sizdə o dərmanlara qarşı rezistentlik yaranır və biz sizə o dərmanları artıq təyin edə bilmirik. Daha ağır dozalara müraciət etməli oluruq, daha fərqli tərkiblərə müraciət etməli oluruq. Ona görə də tövsiyə edərdim ki, xüsusilə də indiki dövrdə əgər sizdə xəstəlik uzanırsa, şikayətləriniz artırsa, sadəcə boğaz ağrısı, burun tutulması ilə deyil, üz-alın nahiyəsində ağrılar arta bilər, qulağa ağırlaşmalar verə bilər. Bu zaman mütləq şəkildə həkimə müraciət etməyinizi tövsiyə edirəm ki, biz artıq orada sizə lazım olan müalicəni təyin edək və tez bir zamanda bu problemin həllini tapaq.